continuous. İndiki davam edici zaman. Baxırıq yenə zaman göstəricilərinə. Now, indi, right now, indicə, at the present, hal-hazırda, at the moment, bu dəqiqə, still, hələ. Yəni, bu zaman göstəriciləri nəyə aiddir? İndiki davam edici. İndiki davam edici də adından göründüyü kimi hərəkətin indi davam etdiyini göstərir. Düstur, to be indiki formaları, yəni am, is, are-dan sonra feilin sonuna ing gəlməklə düzəlir. Baxırıq məsəl üçün. I am going to school now. Görürəm now zaman zərfliyin və indiki davam edici verim. I ilə am verirəm. Going-in də sonra ing şəkilçisi. Mən indi məktəbə gedirəm. Desəm, mən indi məktəbə getmirəm, deyirəm, I am not going to school now. Sual versəm, sən indi məktəbə gedirsən. Are you going to school now? Bəli. Bir də ümumiyyətcə testlərə düşür. İstər magistr, istər abituriyentlər üçün. Look var. Look, listen, be quiet, don't make noise. Bu türlü nida cümlələri, nida işarəsi qoysa, bilməliyik ki, bu indiki davam edicidir. Getdik növbəti zamanımız past continuous. Keçmiş davam edici zaman. Bir var keçmiş zaman, bir var keçmiş davam edici. Keçmiş davam edicinin göstəriciləri bunlar, diqqətli olmaq lazım. At that time yesterday, dünən bu vaxtı. At 5 o'clock yesterday, dünən saat 5-də. The whole day yesterday, dünən bütün günü. All day, bütün günü. All day long, bütün gün boyu. From to, dan to. Məsələn, deyirəm ki, 5-dən 6-ya qədər deyirəm. From 5 to 6, from till, tamam mı? Keçmiş davam edicinin də düsturu was-dan, fö'dən sonra feilin sonuna ing gəlməsi. Məsəl üçün yenə baxıram burada. My friends were playing. Nəyə görə were verdim? Burada qeyd etmişəm uşaqlar. He-də, she-də, it-də, I-də, tək isimlərdə was olur, cəm isimlərdə isə were. Burada my friends cəmbədir. My friends were playing football at 5 o'clock yesterday. Deyirəm, mənim dostlarım 5-də futbol oynayırdı, saat 5-də dünən. İnkarda özündən sonra not, yenə sualda were çıxacaq qarşıya. Əslində çox sadədir, diqqətli olmaq lazımdır. Növbəti present perfect. İndiki bitmiş. İndiki bitmiş zaman deyəndə nə başa düşürük? Yəni, hal-hazırda bitən zamandan söhbət gedir. İndiki bitmiş zaman, baxıram, yenidən zaman zərfliklərimizə diqqətli olaq. Baxın, zaman zərflikləri nədir? Already, artıq, just, indicə, never, heç vaxt, even, nə vaxtsa, since, bəri, for, üçün, recently, bu yaxınlarda, lately, son vaxtlar, for a long time, uzun müddət, several time, bir neçə dəfə, for age, əsrlər ki, yet, hələ. Yadda saxlamaq lazımdır. Since ilə for demək olar ki, sinonimli xarakteri daşıyır. Amma since-də konkret vaxt göstərilir. For-da konkret vaxt göstərilir. Amma since-də heç bir konkret vaxt bəlli deyil. İndi baxaq, analiz edək. Already olan, məsəl üçün, mən indicə evə çatmışam. I have already arrived. Düsturumu verdim. Qaydalı feillərdirsə ed artırırdım. Qaydasızdırsa üçüncü form, məsəl üçün. Üçüncü forma deyəndə burada necə olur? Məsəl üçün, go, birinci forma, went, ikinci forma, gone, üçüncü forma. Qaydasız feillərin, yəni üçüncü forması. 3 o deməkdir, yadda saxlayın. Already olan cümlə həmişə təsdiqdə olur, diqqətli olmaq lazımdır. Gəldim növbətiyə. I haven't arrived home yet. Burada inkarda, not bu inkarda burada işlənəcək. İkincisi, əgər cümləmizdə yet varsa, yet hansı cümlədə işlənəcək? İnkar cümləsində.
Burada yenə yazıram. Already already təsdiq cümlədə olur. Sonra yet isə inkarda. Okay. Already bəli. Yenə have çıxanda sualda qarşıya have you already arrived home yet. Yet həm sualda olur. Burada yazıram. Həm sual, həm də inkarda. Tamammış olur. For burada bildirmişdim. For konkret vaxtı bildirir. Since isə yəni konkret olmayan vaxtı bildirir. Məsəl üçün deyirəm, mən Socarda 5 il işləmişəm. Deyirəm, I have worked in Socar for 5 years. Konkret 5 il var. Bir də deyirəm, Socarda keçən ildən bəri işləmişəm. I have worked in Socar since last year. Last year verirəm. Çünki konkret vaxt yoxdur. Keçək növbəti zamanımıza. Burada sadəcə olaraq zaman zərfliklərini əzbərləmək və bilmək lazımdır ki, already təsdiqdə işlənir. Sonra yet inkarlarda işlənir. Past perfect nədir? Adından göründüyü kimi past keçmiş, bitmiş zaman. Keçmiş, bitmiş zamanı yeni zaman zərflikləri demək olar ki, indiki bitmiş zamandan eynidir. Already artıq, never, heç vaxt, even nə vaxtsa, since bəri, before əvvəl, by yesterday, ümumiyyətcə by gördüksə diqqətli olmaq lazımdır. By last month, by the end of, by the time, by 5 o'clock yesterday. Tamam. Düsturu necə olur? Bu zaman zərfliklərini əzbərləmək lazımdır. By gördüksə avtomatik biləcək ki, hansıdır? Past perfect. Düsturda yəni had plus feil qaydalı feilçi ed artırıram. Qaydasızdırsa, yəni qaydasız feillərin 3-cü forması gələcək. Yenidən mən evə çatmışam artıq. Yenə already təsdiq cümlədə işlənir. Təsdiq cümlədə mən evə çatmamışam hələ. İnkarım var. Yetim də var. Yetdə hansı cümlədə idi? İnkar cümlədə işlənir. Sualda yenə had çıxır evə. Had çıxır önə. Deyirəm, had you arrived home yet? Evə çatmamışdın hələ. Burada yenə dediyim kimi uşaqlar. Zaman zərfliklərini öyrənirik. Düsturlara baxırıq yenidən. Zaman zərflikləri, düsturlar. Zaman zərflikləri burada da yenidən. Burada da düstur. Ümumiyyətlə düsturlara baxırıq. Zaman zərflikləri, düsturlar.